Biz Bakı deyəndə bütün indiki Bakını təsəvvür eləyirlər. Montin, Kubinka, Bayıl və Erməni kəndi. Yəni Qarabağa köçürülmüş, sonradan da oradan Bakıya köçən ermənilərdir. Onların dilində hətta çox Azərbaycan, türk sözləri çox istifadə olunurdu. Siz dönmüşsüz, əsl erməni deyilsiniz. Şəhərin deyirik köhnəlik, qədimlikini itiririk. Bu xarici gəlib Bakıda nəyə görüb deyəcək ki, bu Bakı çox qədim şəhərdir, köhnə şəhərdir. Əsl Parislini indi dindirin. O mənim kimi deyəcək ki, bəs bu vaxtı ilə belə idi, Paris belə idi, filandı. İndi hamı gəlib tökülüb Parisə və bunu nə günə qoyub. İnsanlar daima yer dəyişməklə məşğuldurlar. Bir vəzifəli şəxsin deyək ki, digər qohumlarının özü ilə deyək ki, yanaşı aparması, yerləşdirilməsi və s. deyək ki, bu da bunu danılmaz bir faktdır. Mən nəyin bahasına olursa mən maşın almalıyam. Yəni böyük bir borcun xərcində deyək ki, kreditin hesabına, amma bu maşın məndə də olmalıdır. Çünki var məndə, sonra mənə nə deyərlər. Budur Bakı. Hər kəsi Gilavardan salamlayırıq. Bu dəfəki buraxılışımızda etnoqrafiyamızdan, xüsusilə Bakı etnoqrafiyasından danışacağıq. Elə suallarımıza daha ətraflı və faktlarla cavab tapmağımızda antropoloq Əliağa Məmmədli kömək eləyəcək. Xoş gəlmisiniz Əliağa müəllim. Xoş gördük. Biz adətən suallarımızı birbaşa keçid eləyirik mövzularımıza. Ona görə istəyirəm elə birbaşa da sualımı ünvanlayım sizə. Buyurun. Azərbaycan haqqında ümumi bir məlumat verəndə biz ikinci, üçüncü cümlədə bu ifadəni işlədirik. Bu tolerantlıqdır. Biz deyirik ki, Azərbaycan çox tolerant ölkədir. Təbii ki, bu belədir. Çünki burada uzun illər qeyri-millətlər yaşayıblar, qeyri-dindən olan xalqlar yaşayıblar. Və bu çərçivədən baxsaq, Bakıda elə bir dövr olub ki, burada yəhudilər də, xristianlar da, müsəlmanlar da çox firavan yaşayıblar. Ümumiyyətlə, bu məqama necə yetişmişdik? Onda faktiki olaraq Bakı monoetnik bir şəhər olub. Amma Azərbaycanı ümumiyyətlə getirsək, təbii ki, Azərbaycan ta qədim dövrlərdən, ən qədim mənbələrə biz istinad eləsək, biz görürük ki, Azərbaycan ərazisində müxtəlif etnik mənsubiyyəti olan, müxtəlif dillərdə danışan, müxtəlif dinləri olan tayfalar, qəbilələr, xalqlar yaşayıblar. Və bunun da təbii ki, müəyyən bir səbəbləri var. Azərbaycanın Avropa və Asiya arasında yerləşməsi, buranın daima müxtəlif dövlətlərin, sivilizasiyaların diqqət mərkəzində olması, buradan böyük bir köçlərin gedib gəlməsi və s. bu səbəblərdən təbii ki, bu ərazilərdə müxtəlif xalqların nümayəndələri, tayfalar məskunlaşıblar, qalıblar, qaynayıb qarışıblar. Və indi biz bugünkü gün gördüyümüz bu Azərbaycan əhalisi, yəni qarşımızda duran Azərbaycan əhalisi, bax bu uzun bir tarixi dövrü, tarixi bir yolu keçmiş bir əhalidir ki, bu ərazilərdə müxtəlif onun deyək ki, hissələrində bu və ya digər xalqlar məskunlaşıblar. Təbii ki, bu proses nəticəsində xalqlar arasında müəyyən deyək ki, ünsiyyətlər olub, təsərrüfat oxşarlığı olub, dil deyək ki, ümumi bir dil formalaşıb. Rusiya tərəfindən Azərbaycan işğal olunduğu dövrdə Bakı o kiçik, yəni biz dediyimiz Bakı indi bəziləri biz Bakı deyəndə bütün indiki Bakını təsəvvür eləyirlər. Amma əslində Bakı bu içəri şəhərdir. Bizim indi dediyimiz içəri şəhərdir. Budur Bakı. Çünki ondan kənarda hamısı artıq sonradan bu bayır şəhəri formalaşır və s. Və o içəri şəhərin də əhalisi kifayət qədər monoetnik idi də. Yəni ki, aydın məsələdir ki, yəni orada indi biz onu Azərbaycan türkləri deyirik, onlar yaşayırdılar.
Düz ruslar gələndə burada onları deyək ki, siyahıya alanda çox vaxtı Persiyani yazırdılar, yəni çünki onlar üçün bu ərazilər İrana aid olan bir ərazi idi. Ona görə ümumi olaraq onları da belə adlandırırdılar. Halbuki hansı dildə danışırlar deyəndə onlar orada qeyd edirdilər ki, bu türk dilidir, tatar dilidir və s. Əhali demişkən, Bakının əhalisi daha çox tatlar adlandırılıb. Biz mənbələrdə də görürük ki, Bakı əhalisinə uzun müddət tatlar deyilib. Belə olduğu təqdirdə müxtəlif iddialar ortaya çıxır. Bu tatlar kimdilər, hardan gəliblər? Bakı əhalisi həqiqətənmi tatlı, yəni belə adlandırılmalıdırmı? Əsas iki iddia üzərində qalırlar bu mövzuda. Birinci iddia odur ki, yəni onlar buranın məskunlaşan sahibləridirlər. Yəni Balaxanda, Suraxanda yaşayıblar. Hər zaman da burada olublar. Amma digər bir məqamda isə qeyd olunur ki, onlar Sasanilər vaxtı bura köçürülmüş xalqdılar. Bəs əslində kimdilər bu tatlar? İlk növbədə bu fars dilinə yaxın olan bir dildir də. Yəni vaxtilə bu Sasanilər dövründən düzdür qeyd etdiyimiz kimi o Sasanilər o öz şimal sərhədlərini qorumaq üçün müəyyən deyək ki, öz şimal sərhədlərində müəyyən hərbi yaşayış məntəqələri yaradırdılar və bu əhalini bura köçürdürdülər. Bu məhz İrandan köçürdürdülər ki, yəni bu sadəcə olaraq burada yerli əhali ilə yanaşı belə bir yaşayış məntəqələri formalaşır. Bu təkcə Bakı ətrafı deyil. Bu ümumiyyətlə Quba ərazisinə qədər gedib çatır və s. Yəni bu Şabrandır, Qubadır, indiki Xızıdır, Lahıcdır, bilirsiniz də. Yəni böyük bir ərazidir və burada müəyyən məntəqələr formalaşır, yaşayırlar. Lakin qeyd eləmək lazımdır ki, bunlar ümumi bir ad kimi, yəni o kimlik bir hissi kimi özlərini adlandıran ki, biz tatlıq. Yəni bu ad sonradan onlara kənardan verilən, daha çox məsələn türklər tərəfindən ad verilən bir addır. Hətta onun elmdə çox mübahisə doğuran bir deyək ki, sualdır ki, bu niyə görə bu tat adlanır və onun mənası nədir? Açığı indiyə qədər heç onu bir deyək ki, son bir nöqtəni də qoyan yoxdur ki, bax bu sualın cavabı budur. Yəni burada müəyyən mübahisələr var. Məsələn, bir yanaşmaya görə bu bir qayda olaraq türklərin əkinçi əhaliyə verdiyi bir ad idi. Yəni bu sadəcə etnik mənsubiyyətindən asılı olmayaraq sadəcə olaraq əkinçiliklə məşğul olan əhaliyə verilən ad idi və s. Yəni bu hələ deyək ki, mübahisə bir mövzusudur. Ona görə onu əsasən adlar, bax siz özünüz qeyd elədiniz, deyək ki, Suraxanı, Balaxanı, mən də əlavə eləyərdim, Lahıc, Quba və s. Yəni bu əhali özünü bax bu cür adlandırıb. Məsələn, mənim indiyə qədər yadımdadır ki, biz Lahıc əhalisi heç vaxt özünə tat deməyib. Onlar Lahıc deyirdilər də, Lahıc deyirdilər. Və yaxud Balaxanda bilirik ki, onlar Balaxanlı deyirlər, Suraxanlı deyirlər və s. Bu digər kəndlərin, Bakıdan söhbət gedirsə, Bakı kəndlərinin deyək xeyli hissəsinin bu əslən vaxtilə tat olduğunu qeyd olunur. Yəni bu vaxtilə deyək ki, mərhum akademik Ziyabunyatov da bu haqda yazmışdı və s. Hətta müəyyən etnoqrafik məlumatlar da buna deyək ki, əsas yaradır. Çünki məsələn bir çox Bakı kəndlərində son vaxtlara qədər yaşlı nəsildən qalanlar var idi ki, düzdür, indi yəqin ki, artıq onlar yoxdur. Amma var idi ki, onlar o dili yadında saxlayıblar, o dildə danışırdılar müəyyən dərəcədə. Lakin bu artıq assimilyasiya prosesləri tamamilə baş verib və onlar da artıq bu dildə orada bilənlər yoxdur. Məsələn, Mərdəkandır, Məşdağadır, Buzovnadır və s. Yəni bu dil artıq öz funksionallığını da itirib, ümumiyyətlə əhəmiyyətini də itirib və artıq istifadə olunmur. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakıya baxsaq, belə bir mənzərə görürük. Məhəllə tipli yaşayış məntəqələri. Misal üçün İçərişəhər, bayaq qeyd etdiyimiz kimi, Monsin, Kubinka, Bayıl və Erməni kənd. Bu siyahıda Erməni kənd adı mənə marağımı çəkdi biraz. Ümumiyyətlə, Erməni kənd adlı ərazinin yaranması necə baş vermişdi? Bu hansı zərurətdən yaranmışdı?
Bakı erməni əhalisi müəyyən dərəcədə 19-cu əsrin hətta əvvəlində də çox cüzi, yəni yenə də təkrar edirəm, bu ruslar gələndə bu, yəni içəri şəhərin əhalisi nə idi? 1-2-3 mindən söhbət gedirdi. Yəni 30-40 nəfərdə yəni erməni vardı. Tacir idi, nə idi? Amma bu Bakıya əsas köç deyək, miqrasiya deyək də, kənd miqrasiyasıdır da bu əsasən. Bu şübhəsiz ki, bu neft bumu dövründə, yəni neftlə bağlı və müxtəlif ərazilərdən təsəvvür eləyin. Biz sizinlə indi bugünkü gündə danışırıq və təsəvvürümüzdə müəyyən sərhədlər var, ərazilər var. Amma o vaxtı belə bir nə belə sərhədlər var idi, nə belə bir ərazilər var idi. Və Bakı bu cür inkişaf olduğu zaman təbii ki, müxtəlif Cənubi Azərbaycandan, deyək ki, Dağıstandan, Rusiyadan insanlar köçüb gəlirdi və o dövrdə artıq bir xeyli erməni bilirsiniz ki, 28-ci ildən sonraki dövrdə xeyli erməni köçürülmüşdü Azərbaycan ərazisində. Qarabağ idi, Qarabağdan savayı digər ərazilərdə də var idi, Şamaxıda var idi, Şəkidə var idi və s. Yəni onlar bir kəndli olaraq təbii ki, şəhərə bir iş dalıcı səhər köçüb gəlirdilər və Bakıda yaşayan ermənilərin, nə bilim indi mənim üçün təbii ki, onu heç kim bəlkə də deyə bilməz faizlə göstərsək, tam əksəriyyəti 90%-dən yuxarısı Qarabağdan gələnlər idi, Qarabağ erməniləri. Yəni Qarabağa köçürülmüş, sonradan da oradan Bakıya köçən ermənilərdir. Nələ belə bir anlayış var, etnik miqrasiya. Yəni etnislərin müəyyən bir ərazilərə miqrasiya etmək. Və bunun bir tendensiya var ki, insanlar özlərinə yaxın olan deyək ki, insanlarla yanaşı məskunlaşmağı daha üstün bunlarda. Bunun təbii, yəni bu aydın məsələdir ki, nəyə görə bu baş verir? İnsanlar məsələn deyək ki, Azərbaycanlılar Rusiyaya köçürlər və çox bir səmtdə qalırlar. Hamısı, bəli. Hətta mən indi bu ekspedisiyalar zamanı rayonlarda olanda həmişə maraqlanıram. Çox maraqlıdır ki, hətta deyək ki, Tümendi, yəni Sankt-Peterburqda və s. orada kompakt, yəni filan kənddən kompakt orada müəyyən bir Tümenin filan şəhərində yaşayırlar da. Yəni hamı bir-birinə yaxın olmağı. Bunun təbii ki, məntiqi izahı var da, nəyə görə insanlar belə yaxın bir-birinə yaşamağı üstün tuturlar. Təbii ki, bu o vaxtı siz dediyiniz o erməni kənd, yəni sonradan bu ad yəni verilmir ki, yəni biz indi deyək ki, bir kompleks tikirik, Renesans Palas və bura insanlar köçüb gəlir, yaşayır burada. İnsanlar köçüb gəlir, yaşayır, məskunlaşır, sonra bu ərazidə deyək ki, əksəriyyət bunlar olur deyə. Onlar ona ad verirlər ki, bu erməni kəndi, yəni ermənilərin yaşadığı bir ərazidir. Yəni bu baxımdan bax o ərazi indi yəqin ki, bilirsiniz, elə buralar, bura yaxın Nəsimi bazar ətrafındadır. Bura yaxın ərazilərdir də, bu Azadlıq prospekti və s. Sonra vağzal, o zavağzal nə deyirdilər. O ərazilərdir. Yəni burada da böyük əksəriyyəti ermənilər, yəni oradan köçüb gələnlər, bir-birinə yaxın qohumlar, yaxın bir-birinə deyək ki, eyni kənddən olanlar bir-birinə yaxın yaşayırdılar və beləliklə də müəyyən bir deyək ki, yaşayış şəhərdə müəyyən bir rayon, yəni etnik baxımdan xüsusiyyətləri olan, bu təkcə burada yaşayan təbii ki, insanların etnik mənsubiyyəti ilə deyək ki, bu məhdudlaşmır da. Yəni əgər bunlar müəyyən bir etnik mənsubiyyətləri varsa, bunlarda deyək ki, etnik xüsusiyyətlər, mədəni xüsusiyyətlər, fərqliliklər meydana gəlir və Bakı bu baxımdan sizin qeyd elədiyiniz o dövrdən sonrakı dövrdə, yəni o vaxt başlayır, sonrakı dövrlərdə bu artıq formalaşır. Bayıldır, onun içindir, deyək ki, İçəri şəhərdir, Dağlı məhəlləsidir və bu onların Cudlar məhəlləsidir. Yəni bilirsiniz də, bizdə o yəhudilərin daha çox yaşadığı məhəllələr var idi. Bax indi Qış Parkı var da, bilirsiniz də o Qış Parkı o keçmiş Basin idi, indi Füzuli küçəsi. Yəni onun da paralel küçə var idi. O vaxt Dimitrov küçəsi deyirdilər. O
bir Balqar inqilabçısı vardı, Dimitrovun, onun adı ilə də Dimitrov küçəsi idi. O belə deyək də Azərbaycan dram teatrından şəhərə üzə baxanda sağ tərəfdən gedirdi, paralel olaraq o basinə. Orada Dimitrov küçəsi, sinaqoqalar orada yerləşirdi. Sinaqoqun olduğu ərazidə. Bax, o deməli o həm dağ yəhudilərinin sinaqoqası, həm Avropa yəhudilərinin sinaqoqası, həm də Gürcü yəhudilərinin sinaqoqası, onlar hamısı bir belə deyək də bir ərazidə demək olar ki, yerləşirdi. Amma o yəhudilərə gəldikdə o yəhudilərin də Bakıya gəlməsi müxtəlif dövrləri əhatə edir. Yəni bu eyni vaxtda gələn deyil. Bilirik ki, bu Azərbaycanda dağ yəhudiləri yaşayıb. Onların dili də fərqlidir. Bilirsiniz ki, onlar həmin o tat deyirsiniz, o fars dilinə yaxın o dildir də onlarda. Cühuri deyirlər onlar özləri. Düzdür. Onların da mənşəyi haqqında müxtəlif fikirlər var. Yəhudilər özləri təkidlə deyirlər ki, bunlar Məscud nəslindəndirlər. Yəni o İsrailin 12 qolu deyir ki, onlardan birinin itmiş qoludur, Binyamin qolunun itmiş qoludur bunlar. Lakin başqa fikirlər də var ki, bunlar vaxtilə o İran ərazisində Yəhudi dinini qəbul edən, lakin fars dilində danışan bir əhali olub. Sonradan da o Sasanilər dövründə o köçlə bir yerə, o böyük bir köçlə bunlar da onlara qoşulub gəliblər. Onların da müxtəlif, hətta o dağ yəhudiləri arasında da müxtəlifləri var. Məsələn, o Qubada yaşayan o qırmızı qəsəbə. O qırmızı qəsəbə onu biz deyik, bolşeviklər ona qırmızı qəsəbə, o bolşeviklərə qədər o sadəcə olaraq Yəhudi qəsəbəsi adlanırdı. Onlar da 18-ci əsrdə Hüseyn Əli xandan xahiş eləmişdilər, onları Şimali Qafqazda çox ciddi təqib edirdilər. Onlar orada o bir ərazi istəmişdilər, onlara icazə vermişdilər ki, onlar orada yerləşsinlər. Ümumiyyətlə bu deyirik, Bakıdakı ermənilər də bir fərqlidirlər, Yəhudilər də fərqlidirlər. Onları fərqləndirən hansı xüsusiyyətlərdir ki, yəni onlar öz millətlərindən, misal üçün Ermənistanda yaşayan ermənilərdən, hətta Qarabağda yaşayan ermənilərdən fərqlənirlər. Nə idi ki, bu fərq onlarda? Yəhudilərin bir qismi fərqlənirdi, o dediyim o dağ yəhudilər. Çünki o Avropa yəhudiləri, o aşkenazlar, o sonra o 19-cu əsrin 90-cı illərindən, hətta 20-ci əsrin əvvəllərindən başlayaraq Bakıda məskunlaşırlar. Onda bilirsiniz də Rusiya imperiyasında da yəhudilərə məhdudiyyətlər var idi, məskunlaşmaqla bağlı. İcazə vermirdilər mərkəzi quberniyalarda məskunlaşsınlar. Amma müəyyən müddətdən sonra onlara kənarlarda imkan verirlər, yəni icazə verirlər və onlar Bakıya gəlirlər və hətta məktublar var, yəni belə sənədlər var da ki, orada deyək ki, bir-birini çağırırmışlar ki, yəni bir ailə gəlib köçürmüş, sonra digərlərinə deyək ki, Ukraynanın qərbində yaşayan, Moldovada və s. yaşayanlara müraciət edirdilər ki, siz də gəlin, burada çox yaxşıdır, bizi burada toxunmurlar. Yəni bilirsiniz ki, hər yanda bu problem var idi. Aşkenaz yəhudiləri, yəni Avropa yəhudiləri belə formalaşır. Mənim bir yoldaşım idmançı var idi, o da Qarabağ ermənilərindən idi. Bir dəfə biz Moskvada yarışlarda olanda mən fikir verdim ki, bu Ermənistandan olan bu komandanın üzvləri bununla çox danışır, bununla nəsə müzakirə eləməyə çalışır və s. O vaxtda təbii biz belə şeyləri çox da fikirləşmirdik. Sonra ayrılanda onda adı Alyoşa idi desən, Lyoşa. Dedim ki, Alyoşa, bunlar nə deyirlər? Bunlar səndən nə istəyirlər? Dedi, vallahi Alek, mən deyir, çox şey başa düşmürəm bunlar nə deyirlər. Çünki bizim dilimiz çox fərqlidir bunlardan. Həqiqətən də bu belə idi. Və o dildə mən müəyyən dərəcədə indi o vaxtlar hələ Sovet vaxtında o təzə onda harasa gedirdik o yaxın bölgələrə. Çox təəssüf ki, o vaxt mən Qarabağda olmamışdım. Onların dilində hətta çox Azərbaycan, türk sözləri çox istifadə olunurdu. Qarışıq çox dilləri vardı və təbii ki, o ləhcə və daha doğrusu dialekt çox fərqlənirdi. Və bunların o deyirsiniz ki, xüsusiyyətlər nədən ibarət idi?
bu Azərbaycan mədəniyyətinin, bir türk mədəniyyətinin bu deyək ki, çox elementləri artıq bunların deyək ki, bütün həm maddi mədəniyyətdir, mənəvi mədəniyyətə o deyək ki, sərayət eləmişdi, yəni daxil olmuşdu və bunlar faktiki bu təsadüfi deyil ki, indini bilmirəm açığı, amma hələ o vaxtlar, hələ Sovet vaxtında da bu Azərbaycandan olan ermənilərə, Bakıdan, Qarabağdan olan ermənilərə, məsələn, Yerevanda ermənilər onu şurtçuvaç deyirdilər, nə deyirdilər? Yəni dönmüş. Siz deyir dönmüş, həmişə olub. Bunlar həmişə özləri də etiraf edirdilər ki, bunlar bizə belə deyirlər. Yəni siz dönmüşsüz. Dönmüş ermənisiniz. Yəni əsl erməni deyilsiniz. Bu gün təsadüfən bir qabağıma çıxdı. Bir YouTube-da bu ermənilərin bir nəsə siyasi məsələləri müzakirə eləyirlər. Müsahibə alan soruşur, onların bir politoloqu var. Soruşur ondan ki, bəs ermənicə onlarda nə var, nə yox məsələ. Onlarda da bizim kimidir, nə var, nə yox. Yəni çox əcayib səslənir də. Başqa dillərdə buna qulaq asanda hamısı məəttəl qalırdı. Bu nə deməkdir? Yəni nə var, nə yox. Amma onlarda da var belə şey. O cavab verir, ona deyir ki, bizdə, yəni o Qarabağlıdır da görünür. Deyir ki, bizdə buna belə deyirlər. Yəni nə var, nə yox deyəndə deyir ki, sonra da Azərbaycanca deyir ki, can sağlığı. Yəni belə, yəni bunlarda bu dildə Azərbaycan mədəniyyəti artıq sirayət. Yəni hər bir sahədə də, yəni o qeyd etdiyim kimi maddi mədəniyyətdir, qida mədəniyyətidir, nə bilim və çox toy, musiqini mən sizə nə deyim artıq onu deməyə artıqdır da, yəni başdan ayağa hamısı belədir. Yəni bu şübhəsiz ki, bu öz fərqlilikini göstərirdi və məncə indiyə qədər onlarda müəyyən belə bir məlumatlar var, baxırıq da indi. Yəni bu nostalji hisslər Bakı ilə bağlı, Bakı ilə onlarda var. Bu məhəllə tipli, daxili məhəllə tipli yaşayış məntəqələri 20-ci əsrin ortalarından etibarən artıq daha çox yerini fərdi yaşama verməyə başladı. Yəni bu birgə yaşamdan biz fərdi yaşama keçdik. Təbii ki, bu müasir dövrün tələbidir. Belə olduğu təqdirdə ümumiyyətlə müasirliyin içərisində milli identikliyin, milli kimliyin qorunması nə dərəcədə realdır? Yəni bunu qoruyub saxlamaq mümkündür? Milli identikliyin deyək ki, qoruyub saxlamaq mümkündür. Yəni mən bunu birbaşa bir-biri ilə belə əlaqələndirməzdim. Amma milli identiklik biz dedikdə onu nəzərə almaq lazımdır ki, bu milli identiklik özü də çox təbəqəlidir. Yəni burada lokal, yerli identiklik var. Siz hansısa bir deyək ki, kənddənsiz, hansısa bir rayondansınız, hansısa bir ailənin, nəslin nümayəndəsisiniz. Bunlar da identiklikdir. Bunlar da identikliklə bağlıdır. Və bunlar hamısı bir-birinin üst-üstə təbii ki, son nəticədə milli identikliyi formalaşdırır da. Bir ifadə var, deyirlər, kiçik vətən və s. Bu məna da daşıyır. Lakin bu təbii ki, bu milli identikliyə o qədər yox, amma lokal identikliyə bu sizin dediyiniz o prosesdə çox ciddi təsir etdi və indi də etməkdədir. Təbii ki, bir Bakılı olaraq bir şəhərin deyək ki, Bakı şəhərini çox istəyən bir adam kimi, yəni təbii ki, mən şəhərin deyək ki, böyüməsinə də, çiçəklənməsinə də, deyək ki, şəraitin yaxşılaşmasının da tərəfdarıyam. Amma bu prosesdə biz nəyi itiririk? Biz o şəhərin deyirik köhnəlik, qədimlikini itiririk. Tarixini itiririk. Bilirsiniz, bax mən dünən müəyyən səbəblərdən Təzəpirdə idim. Orada onun ətrafını gördüm. Həqiqətən də çox tarixi, çox Bakının xüsusiyyətlərini özündə cəmləşdirən memarlıq abidələridir onlar. Onları bax söküntü, yəni sökülmə ərəfəsində olduğunu, yarı sökülmüş vəziyyətdə olduğunu görəndə həqiqətən də çox belə bir acı hisslər keçirtdim mən ki, yəni biz faktiki olaraq
biz bunu Bakının o xüsusiyyətini və deyirik ki, xaricilər gələcək Bakı. Bu xarici gəlib Bakıda nəyə görüb deyəcək ki, bu Bakı çox qədim şəhərdir, köhnə şəhərdir. Nəyə əsasən? Ki, bunun özünə məxsus nə bilim Dubaydan və ya hardan fərqli olaraq buna Doxadan və s. fərqli olaraq bunun öz memarlıq xüsusiyyətləri var. Nəyə əsasən bunu deyəcək? Və biz sabah necə sübut eləyəcəyik ki, Bakının qədim tarixi var? Bilirsiniz, bu proses çoxdan başlayıb. Və məsələn köhnə evlərin vaxtı ilə yadınızdadırsa, indi mən onda çox cavan olardınız, siz uşaq olardınız. O bir arada başladılar bu köhnə binaların o təmizlənməsinə, onların təmizlənməsinə. Onda birinci növbədə o vaxtı deyək ki, bu həyəcan təbili çalınırdı ki, bunu etmək düzgün deyil. Yəni bütün köhnə şəhərlər, Avropa şəhərləri və s. onu saxlayır. Bu təkcə gözəllik üçün yox. Bu hətta bunun funksional nöqteyi nəzərindən də çox vacib idi. İndi Azərbaycanca bilmirəm ona patina deyirlər. O müəyyən o memarlıq, o daşda o dişdə o emal var. O emal dağılandan sonra diş çürüyüb gedir də 1-2 günə. Həmin o prosesdə bu evlərlə gedirdi. Yəni onu təmizləməklə güya bu gözəl bir nəsə bir görüntü yaradılırlar, amma əslində bu evlərin Avropa qədim o orta əsr şəhərlərinin heç birində belə bir iş görmürlər. Yəni belə olan halda təbii ki, bunun qədimliyi, tarixiliyi və s. bu itir və təsəvvür edin, bu kompleksdir. Yəni bu maddi, yəni memarlıq abidələri ilə baş verir. İnsanlar müxtəlif yerlərə birgə yaşayan, deyək ki, öyrəşmiş bir yerdə yaşayamağa insanlar köçürülür, gedir və s. Bunlar hamısı xüsusiyyətlərdir də. Bir xüsusiyyət o 2, 3, 4, 5, yəni bir çox ayda bu xüsusiyyətlər tədricən itdikdə, yəni biz ümumi bir xüsusiyyətimizi də itiririk. Bax, bu məni antropoloq, etnoqraf, insan kimi təbii ki, bu heç də mənim üçün şəxsən xoşa gələn hallar deyil. Təəssüf ki, bizdə çox üzür. Sir deyil ki, bugün Bakıya sürətli bir axın var. Təbii ki, bu təkcə Bakı üçün xarakterik deyil də. Yəni bütün paytaxt bütün ölkələrdə paytaxt şəhərlərə, megapolis şəhərlərə tələbat var, bir cəzb edən qüvvə var insanları. Belə olduğu təqdirdə kənd mədəniyyətinin şəhər mədəniyyətinə daşınması faktoru ilə biz üz-üzə qalırıq. Sizcə bugün Bakıda məhz bu fakta görə biz nələrin şahid oluruq və ya bəlkə indi yox, amma gələcəkdə hər hansısa bir hadisələrin şahidi olacağıq ki, məhz bu faktora görə baş verib? Bilirsiniz, mən deyərdim ki, bu axın çoxdan başlayıb. Və bu artıq bu axın böyük bir axına çevrilərək artıq örtüb Bakını. Yəni o tsunami gəlir. Tsunami gələndə indi hardasa görürsən ki, nəsə gəlir. O artıq örtüb. Yəni indi artıq bundan danışmaq mənə elə gəlir ki, keçdi. Yəni bu problem artıq problem kimi deyil. Yəni bu artıq aradan qalxıb. Sadəcə olaraq bu baş verdi. Bu hətta bu proseslər baş verəndə 80-ci illərdə, 90-cı illərdə bu bilirsiniz, bütün dünya tarixi ümumiyyətlə bu urbanizasiya deyilən bir proses yaşayıb da, indi də yaşayır. Hər yanda bu var. Sadəcə olaraq bunun iki deyək ki, tərəfi var da. Bir var bu təbii və tədricən gedən bir prosesdir, urbanizasiya prosesi. Yəni tədricən müəyyən dərəcədə tələbat yarandıqca kənd əhalisi köçür gəlir Bakıya. Təxminən bizdə bax bu dediyim bu proses 60-70-ci illərdə baş verirdi. Təbii formada. Təbii formada, tədricən, hətta o bax o 60-cı illərdə Bakıda gəlib oxumuş bu bizim məşhur ziyalılar ki var, yazıçılardan və onların bir xatirələrinə fikir versəz görərsiniz ki, onlar da bunu qeyd edirlər ki, necə onlar gəlib Bakıda, Bakı deyək ki, əhalisinin deyək ki, evlərində kirayə tuturdular və istər-istəməz bu uyğunlaşma gedirdi, adaptasiya gedirdi şəhər mədəniyyətinə.
Çünki Onlar öz kənd mədəniyyətlərini bura gətirmirdilər. Buranın mədəniyyətinə yox, daxilən uyğunlaşırdılar. bəlkə də gətirirdilər öz insanlar kimi də. Sadəcə olaraq ətraf çoxluq təşkil etdiyi üçün, yəni onlar məcbur olaraq Diktə eləyə bilmirdilər. diktə eləyə bilmirdilər və uyğunlaşırdılar bu prosesə. Sonra bu axın getdikcə artdıqca, yəni bunun qarşısını almaq qeyri-mümkün oldu da. Yəni bu Çoxluq çoxluq artıq bunları təşkil etməyə başladı. Yəni bu kənd əhalisinin Bakıya gəldiyi dövrdə və yerli əhalinin deyək ki, bu təhsil imkanları təbii ki azaldı. Siz ona görə bu şəhərdə də biz artıq kənd yaşayış tərzinin, kənd mədəniyyətinin müəyyən elementlərini məsələn görməyə başladıq, şahidi olduq. nə kimi misal üçün? Bilirsiniz, bu misal çox cüzi bir məsələlərdir ki, yəni biz onu insanların deyək ki, bir-biri ilə davranış mədəniyyəti də, yəni bu mədəni davranış qaydalarıdır və s. müəyyən dərəcədə təkcə bir-biri ilə davranış yox, yəni məişət davranışı. Mən konkret hansısa bir misallar gətirmək istəmirəm ki, bu belə oldu, elə oldu. Lakin bunu hamımız bilirik, hamımız da görmüşük də. Bu bilirsiniz, bu təbii prosesdir. Şəhərin artması təbii ki, öz imkanları daxilində mümkün deyil. Yəni bu şübhəsiz hər yanda da bu bütün dünyada baş verən bir proseslərdir ki, şəhər əhalisi xüsusilə Azərbaycan kimi ölkədə Bakı şəhəri olduğu üçün bunun artması və s. də onu təsadüfi deyil ki, müəyyən deyək ki, ortaya atılan bir məsələlər var ki, paytaxtı harasa keçirmək lazımdır, şəhəri biraz boşaltmaq lazımdır və s. və s. Yəni bu baxımdan təbii ki, bu işlər görülmək deyək ki, lazım olardı, amma biz faktiki olaraq bunun qarşısındayıq. Yəni biz bunu nə dərəcədə indi qiymətləndirə bilərik ki, belə olsaydı yaxşı olardı ki, vaxtilə bu belə olmayaydı. Amma necə onun qarşısını almaq olardı, onu da çox çətindir demək. Biz sadəcə olaraq sizinlə bir insan olaraq, vətəndaş olaraq, bu şəhərin sakini olaraq müəyyən belə istədiyimizi deyək ki, ifadə eləyirik də ki, yaxşı olardı ki, bu belə olardı. Yaxşı olardı ki, hamı mənim kimi olardı. Mən düşünürəm də. Sonra özüm də başa düşürəm ki, bu mümkün deyil axı. Ona görə bu sadəcə olaraq bu belə proseslərlə biz rastlaşdıq. Yəqin ki, bu təkcə bizi ilə bağlı deyil. Yəni bu ədəbiyyat, elmi ədəbiyyatda da bu öz əksini tapır ki, bütün böyük şəhərlər deyək ki, megapolislər, Parisdən tutmuş, New Yorkdan tutmuş və s. Gedin o əsl Parislini indi dindirin. O mənim kimi deyəcək ki, bəs bu vaxtı ilə belə idi, Paris belə idi, filandı. İndi hamı gəlib tökülüb Parisə və bunu nə günə qoyub. Londonda da həmin o şeydir və s. Yəni bu ümumi bir qlobal bir prosesdir. İnsanlar hamısı bir yerdə xüsusilə artım olanda da daima bir yerdə qalıb yaşaya bilmirlər. Yəni daim. Ümumiyyətlə bəşəriyyət, mən da o məsələlərə toxunmaq istəmirəm ki, bəşəriyyət tarixi hələ miqrasiya tarixidir də. Yəni insanlar daima yer dəyişməklə məşğuldurlar. Biz sadəcə olaraq bu gün burada yaşayırıq, biz bunu deyək ki, müşahidə etməyə çətinlik çəkirik. Amma əslində biraz yuxarıdan belə bir baxanda biz görürük ki, daima bu qaynayır, insanlar da yer dəyişməklə məşğuldurlar. Bir kitabınızı oxuyurdum. Orada maraqlı bir hissəyə rast gəldim. Elə birbaşa onu istəyirəm oxuyum olduğu kimi. Yazırsınız ki, Azərbaycanda insanı özünün kimliyi ilə yox, kimin qohumudur sualı ilə tanıyırlar. Qohumun yüksək dövlət vəzifəsində olması, parlament üzvü olması Azərbaycanlılar üçün çox önəmlidir. Onun qohumu ifadəsi Azərbaycanlını ətrafdakıların gözündə daha da samballı edir. Əgər hələ də bu fikirdəsinizsə, necə oldu ki, bu məsələ ənənə halını aldı və gücə çevrildi ənənədə? Bilirsiniz, bu sosial status məsələsi ki var, bu təkcə indi Azərbaycan üçün səciyyəvi deyil. Bu bütün
deyək ki, xalqlarda, qəbilələrdə, tayfalarda, müxtəlif Afrikadan tutmuş harada qədər istəyirsiniz, bu müəyyən dərəcədə bu sosial rol oynayır şübhəsiz. Yəni insanın bir müəyyən dərəcədə sosial statusu onun müəyyən qohumluq əlaqələri ilə müəyyənləşir. Dünyada da. Dünyada deyəndə ki, deyək ki, biz o Avropa ölkələridir. Halbuki orada da müəyyən dərəcədə, Amerikada da müəyyən dərəcədə orada da biz bunu müşahidə edə bilərik. Sadəcə olaraq o bizim gözümüzün qabağında deyil. Elə Azərbaycandakı da tam olaraq bizə tam görünmür. Sadəcə olaraq bu müəyyən dərəcədə insanların bu cəmiyyətdə tutduğu, o cəmiyyətin o müəyyən o strukturu ki var. Bu struktur da müəyyən dərəcədə aydın məsələdir ki, deyək ki, bu və ya digər faktorlarla, bu və ya digər amillərlə formalaşır da, təsir formaları. Bu iqtisadi ola bilər, siyasi ola bilər də. Təsirlər altında insanlar öz statuslarını müəyyən edirlər. Və bizdə də bəs bu qohumluq tarixən qohumluq əlaqələrinin çox yüksək səviyyədə olması, yəni insanların statusu üçün çox yüksək səviyyədə olması və ümumiyyətlə cəmiyyətin deyək ki, cəmiyyətin strukturunda bu qohumluq əlaqələrinin çox vacib bir rol oynadığını nəzərə alaraq, təbii ki, bu öz deyək ki, insanın o statusunun yüksəlməsi üçün, deyək ki, statusunun yüksək olması üçün belə bir müəyyən deyək ki, vəzifələrin, belə bir pozisiyada olan qohumların deyək ki, olması şübhəsiz ki, vacibdir. Amma Azərbaycanda müəyyən dərəcədə bunun deyək ki, digər formaları da var da, deyək ki, qohumların bir-biri ilə deyək ki, belə bir əlaqədə olması ki, yəni bir vəzifəli şəxsin deyək ki, digər qohumlarının özü ilə deyək ki, yanaşı aparması, yerləşdirilməsi və s. deyək ki, bu da bunu danılmaz bir faktdır. Və ona görə təbii ki, bu yüksək bir vəzifədə olan bir qohumun mənim üçün deyək ki, çox böyük bir əhəmiyyəti var da, öz həyat strategiyamı qurmaq üçün. Yəni mən öz həyat strategiyamı qurduqda təbii ki, hansısa bir qohumun yüksək səviyyədə, pozisiyada olması mənim üçün önəmlidir. Bir də var ki, mən özüm hansısa bir yollarla, çox çətin yollarla hansısa bir deyək ki, yüksək pozisiyaya deyək ki, nail olum. Sizcə bəlkə bu fərdi formalaşmadan irəli gəlmir? Yəni biz fərdi formalaşmamışıq da. Biz belə qrup halında formalaşmışıq ki, sanki biz özümüzə inanmırıq. Düşünürük ki, qohumumuz daha yaxşı yerdə olsa, mən də daha yaxşı yerdə olaram. Amma özümə inanmıram ki, mən yəni öz gücümə o yerdə ola bilərəm, öz fərdi imkanlarımla. Biz hələ bir xalq olaraq, etnos olaraq, millət olaraq bir fərdi. Bəlkə də o heç siz bu fərdiçilik bu müəyyən dərəcədə qərb mədəniyyəti üçün daha çox deyək ki, səciyyəvi olan bir məsələdir. Şərq üçün daha çox kollektivizm daha çox səciyyəvidir. Kollektivçilik. Ümid eləyək ki, bu kollektivlik bizi bir yerlərə aparıb çıxaracaq. Azərbaycanlıların mədəniyyətində toy və yas kimi böyük bir adət-ənənəsi var. Son dövrlər ümumiyyətlə biz elə təmtəraqla qeyd edirik ki, bu mərasimləri. Hətta bəzən aralarındakı fərqi də hiss eləmək çox çətin olur. Bu toy və yas mərasimlərinin düşünürəm ki, yəni bu qədər tarixən şan-şöhrətli olmamışıq. Əgər doğrudan da bu qədər şan-şöhrətpərəst olmuşuqsa, yəni biz kimə nəyi sübut eləməyə çalışırıq bu adətlə? Yəni məncə bu adətlər öz qayəsindən getdikcə uzaqlaşmağa başlayır. Bu təbii hamımız toylarda oluruq da, indi tez deyək ki, nadir hallarda, amma oluruq. Və son vaxtlarda bir neçə toydan sonra məndə belə bir ifadə, belə bir deyək ki, yarandı ki, bizim toylar artıq toy mənası, yəni ki, iki ailənin, iki gəncin deyək ki, qovuşaraq bir ailə qurması və iki ailənin qohum olması o mənasından kənara çıxaraq sadəcə olaraq bir şoua çevrilir və bir konsert. Biz ora gələnlər də biz şou iştirakçıları bir müəyyən bilet alıb gəlib
bilet də bilirik də, gedib orada alırıq və gəlib orada sadəcə olaraq bu şounu izləyirik. Və bəylə gəlin də müəyyən dərəcədə bu şounun aparıcı simalarına çevrilir də. Yəni təbii ki, bu getdikcə öz mahiyyətini o itirir. Siz demişkən onun o təmtəraqlığı da və s. də bu sadəcə olaraq bu şounla insanlar öz deyək ki, cəmiyyətdə öz cəmiyyətində öz statuslarını deyək ki, bərqərar eləməyə çalışırlar da. Yəni nəyin bahasına olursa olsun, mən bax bunu eləməliyəm. Mən nəyin bahasına olursa mən maşın almalıyam. Yəni böyük bir borcun, xərcin deyək ki, kreditin hesabına, amma bu maşın məndə də olmalıdır. Çünki var məndə, sonra mənə nə göstərmək lazımdır. Yəni bunu toyda eləmək hardasa başa düşüləndir, amma yasda eləmək artıq bilmirəm bu mədəniyyətin hansı hissəsidir? Sizə, bu sadəcə olaraq bizdə böyük bir biznesə çevrilib. Bu o mahiyyətindən, yəni ki, rəhmətə gedənin deyək ki, yad etməsi, ehsan verilməsi. Yəni bunlar hamısı tamamilə deyək ki, kənarda qalıb. Çünki burada çox böyük bir pullar biznes şəbəkəsidir də. Yəni bu biznesdir. Ona görə burada artıq mədəniyyətdən və s. bu biznes ortaya gəldisə, deməli toy da həmin o, yəni toy da belə qiymətləndirmək olar. Yəni ona görə burada deyək ki, siz bəzən deyirlər ki, biz qaydaq belə eləyək, onu belə eləyək, bunu belə eləyək. Amma çox təəssüf ki, mən hesab edirəm ki, nəyisə deyək ki, qanunla, qadağı ilə və s. ilə mümkün deyil eləmək. Yəni insanlar əgər buna artıq öyrəşiblərsə, bunu belə hesab edirlərsə, bu belə olmalıdır. Onun qabağını almaq çox çətindir. Kaş amma qayədən uzaqlaşmayaq. Amma şübhəsiz indi bəzi yerlərdə yəqin ki, müəyyən dərəcədə bunu tənzimləmək də mümkündür. Yəni yolları da var prinsip etibarilə belə baxanda. Lapotoylarınkində, yaslarınkində müəyyən dərəcədə tənzimləmək olar da, hansısa bir bu tənzimləmə mexanizmləri ilə. Lakin biznes maraqları yəqin ki, daha üstündür indi. Ona görə bunu etmək yəqin ki, çətindir. Məqsədə uyğun hesab edilir. Çətindir, bəli. Son olaraq, məşhur bir sual var. Hətta dost tanışımız, misal üçün, hansısa bir xarici ölkəyə gedib qaydanda, ona ilk verdiyimiz sual olur ki, misal üçün, əgər mənim dostum Fransaya gedibsə, mən ona deyirəm ki, necə idi bu fransızlar? Düşünürəm, mən bu sualı bir antropoloqa, etnografa versəm, ən düzgün cavabını da ondan alaram. Əliağa müəllim, necədir bu Azərbaycanlılar? Bizi hansı xüsusiyyətimiz fərqləndirir digər millətlərdən? Buna cavab tapmaq qeyri-mümkündür. Nəinki Azərbaycanlıları, digər xalqlara görə də. Digər xalqlar haqqında da bunu demək qeyri-mümkündür ki, türklər necədir, fransızlar necədir? Bu müxtəlifdir, müxtəlif olar. Deyirlər ki, fransızlar xəsisdir. Azərbaycanlılarda xəsis yoxdur. Azərbaycanda xəsis də var, qonaqpərvər olmayanı da var və s. Qonaqpərvər deyəndə amma adətən bu meyarı çoxluqla ölçürlər də. Yəni çoxluq deyək ki, qonaqpərvər olanda artıq qonaqpərvər sayılır da. Çoxluğu biz ölçməmişik, təəssüf ki. O çoxluğu ölçmək üçün bizə deyək ki, bu 10 milyon əhali arasında bir sorğu keçirmək lazımdır ki, bilək ki, bu olar belə də. Onda statistika belə olar. Amma indi Jenkinson yazıb ki, mən Şamaxı xanının yanında olmuşdum. O mənə 700 cür yemək verdi. Ona görə Azərbaycanlılar belə qonaqpərvərdir. Şamaxı xanına görə Şamaxı xanının yox, da həqiqətən mən təsadüf demirəm. Belə yazırlar da. Bəzi bizim tədqiqatçılar da var. Yazır ki, Jenkinson gəldi, Şamaxı xanının qonağı olduq. Şamaxı xanım da buna 700 cür yemək nemət qoydu, deyək ki, masa üstünə. Jenkinson dəli oldu ki, 700 şey olar. Nəysə də indi bu belə şeylərlə də bu o cümlədən də digər tərəfdən də cəsurdular, nə bilim nədilər, vətənpərvər.
vətənpərvər olmayanı da var, cəsur olmayanı da var və s. və s. və s. Yəni ona görə bu stereotiplər yalnız kənardan hansısa bir xalqda formalaşandır. Halbuki biz bunun içindəyik. Biz o qədər insanları görürük ki, fərqli insanları. Və əgər bunu mənə deyək ki, hansısa bir Moskvadamı, yəni İstanbuldamı və harda soruşsaydılar bəlkə də, orada da mən çətinlik çəkərdim ki, siz Azərbaycanlıları necə görürsünüz? İnsandılar da, onlar da bir xalqdır, onun da öz mədəniyyəti var və s. Biz 18-ci ildə o Moskva Etnologiya, Antropologiya İnstitutunun böyük bir seriyası çıxırdı. Silsilə Narodi kulturu. Bütün keçmiş SSR xalqlarından böyük bir kitabdır. Bütün hər tərəfli bu xalqların deyək ki, mədəniyyəti, tarixi və s. qeyd olunmuşdur. O Azərbaycan üçün də böyük bir çətinliklə, zülmlə biz onu deyək ki, nəşr eləyə bildik. Özümüz hazırlamışdıq, onlar nəşr eləyirdilər. Bizim müəlliflər hazırlamışdı. Mən o nəşrin deyək ki, məsul redaktor idim. Bax, əgər nəsə bir özünüz üçün təəssürat yaratmaq istəyirsiniz ki, Azərbaycanlılar neçədir, onu oxuyun o kitabı, bəlkə oradan bir nəticə çıxardarsınız. Təşəkkür edirəm, çox sağ olun. Buyurun, sağ olun.